Elədir. Cəmiyyətdə həqiqətən də bir çox sahələr var ki, qeyri-legal fəaliyyət göstərir. Bu qeyri-legal fəaliyyət dövlət büdcəsinə vergiləri azaldır və dövlətin milyonlarla vəsaiti ciblərə axır, belə demək olar. Və siz qeyd elədiyiniz kimi, legal fəaliyyət göstərməmək də gətirib arxada rüşvətxorluğa və qeyri-qanuni hərəkətlərə çıxar. İndi 2025-in sonuna qədər yəqin ki, bu 100% belədir, 14%lik kirayə mənzillər üçün vergi tətbiq olunmuş. Və burada da aşağı səviyyədə evini kiraya verən və bundan gəlir gözləyən şəxslər, qanunsuz olaraq gəlir gözləyən şəxslər arasında bir razılaşma olur. Və aylıq 14%-dən aşağı əgər bu şəxslər həmin adamlarla, məmurlarla razılaşırsa, təbii ki, müqavilə bağlamaq onlar üçün də heç də sərfəli deyildir. İndi dövlət necə eləməlidir? Birinci, maariflənmə işi aparılmalıdır ki, bu mənzillərin kiraya verilməsi özü məsuliyyət yaradır. Yəni, sabah bu mənzildə bir hadisə baş verirsə, həm icarəyə götürən, həm də icarə verən məsuliyyət daşıyır və belə hallar da olur. Və belə hallar da çox təəssüf ki, bəzən hüquq mühafizə orqanları tərəfindən örtbasdır edilir nəyinsə müqabilində. Birinci, bu maariflənmə işi görülməlidir. İkinci, mənə elə gəlir ki, vergilər kifayət qədər aşağı salınmalıdır. Əgər biz kirayə mənzillərdə 14% gözlənilən vergini yığa bilmiriksə bütün mənzillərdən, deməli 10%-i yığmaq şanslarımız da aşağıdır. Biz ən aşağı faizdən başlamalıyıq və ilkin olaraq hesablanmalıdır. Bu kiraya verən, mənzili kiraya verən şəxs qeyri-rəsmi olaraq nə qədər rüşvət müqabilində bu işi örtbasdır edir. Biz ona yaxın bir vergi qoysaq, heç vaxt mənzilini kiraya verən şəxs məsuliyyətdən göz altına alıb gedib o cür adamlarla iş görməz. Məsələn, vergini 1% eləyib, dərməni tutaq ki, küllü miqdarda eləsələr və bunu rüşvətdən yayındıra bilsələr, kifayət işdə mexanizmə çevrilə bilər. Bəli, indiyə qədər belə deyək, mənzil kirayə, Azərbaycanda biz bilirik tələbələr, rayondan gələn şəxslər kirayədə yaşayırlar. İndi statistikanı ortaya çıxarsaq, bu insanlarda nə qədəri cərimə olur? Və yaxud da nə qədər kirayə müqaviləsi var? Nə qədər də kirayə müqaviləsi, təbii, tamam doğru. Bunlar demək olar ki, yoxdur. Yox səviyyəsində də yox. Biz vergini daha azaldaq, bunları vergiyə cəlb eləyək, məsuliyyət məsələsini və qeyri-rəsmi xərclədikləri büdcəni də vergilərə yaxınlaşdıraq. Bundan sonra bunlar doğrudan da məsuliyyətli şəkildə müqavilə bağlayacaqlar.